Salam, hər vaxtınız xeyir olsun. Pambıq kimi yumuşaq, içi boş və qətiyyən yağ çəkməyən əsl pişi resepti axtarırsınızsa, bu video tam sizin üçündür. O zaman keçək reseptə. Xəmirini hazırlamaq üçün yoğurma qabına 2 yemək qaşığı şəkər tozu əlavə edirəm. Üzərinə 1 yemək qaşığı quru maya, 1 stəkan ilıq su, 1 stəkan ilıq süd və 1 stəkan ələnmiş un əlavə edirəm. Ərzaqları un tamamilə içində həll olana qədər yaxşıca qarışdırdım. Qabın üzerini qapaqla örtüb mayalanması üçün 15 dəqiqə kənara qoyuram. 15 dəqiqənin sonunda mayasına baxın. Gördüyünüz kimi çox gözəl mayalanıb. Belə bir formada qatılaşıb, həcmi də ən az 2 dəfə artıb. Üzərinə təkrardan 4 stəkan ələnmiş un əlavə etdim. Unun ortasını yuva formasında açdım və üzərinə 1 yumurta, 1 sivrim çay qaşığı duz əlavə edirəm. Son olaraq 50 qram duru yağ əlavə edib, əvvəlcə spatula ilə qarışdırdım, daha sonra əlimlə xəmir yoğuracağam. Videonu bura qədər izlərsəniz bəyənib, hələ də kanalıma abunə deyilsinizsə abunə ola bilərsiniz ki, qoyduğum videolardan anında xəbərdar olasınız. Xəmiri əlimlə yaxşıca yoğurdum, ələ yapışmayan orta yumuşaqlıqda xəmir olmalıdır. Çox az əlimə yapışdığı üçün dəzgaha yarım stəkan daha un əlavə edərək xəmiri dəzgahda yoğurmağa davam etdim. Hər zaman dediyim kimi ərzaqların miqdarından, yağlılığından, yumurtanın ölçüsündən asılı olaraq, hətta unun marka və keyfiyyətindən asılı olaraq miqdarı dəyişə bilər. Məndə yarım stəkan un artıq qaldı və xəmiri də gördüyünüz kimi ələ yapışmayan formada hazırlayıb, yoğurma qabına yerləşdirdim. Üzərini streçlə örtüb otaq temperaturunda 40 dəqiqəyə qədər mayalandırdım. Çox gözəl də mayalanıb, havasını alıram. Yoğurma qabından götürüb dəzgahda təkrar bir dəfə də yoğurdum ki, pişilərdə maya qoxusu gəlməsin. Dəzgaha çox az un səpdim və xəmiri təxminən yarım santimetr qalınlığında yayıram. Çox incə etmək lazım deyil, belə bir qalınlıqda olsa kifayətdir. Diametri 6 sm olan stəkana ağzı ilə kəsəcəm. Lazım olsa ağzını bir qədər də un vura bilərsiniz ki, rahat şəkildə kəsəsiniz. Armud stəkanlardan da istifadə etmək olar. Xəmirin hamısını dairəvi formada kəsdim və sizə də göstərim. Belə bir qalınlıqda olacaq. Kəsdiyim dairələri də kənara yığıram və bir dəfəlik bişirəcəm. Xəmirə baxın, qaldıqca biraz daha mayalanır və çalışıram ki, əzməyim, mayasını, havasını almayım. Yerdə qalan xəmirləri də topalayıb, təkrar da eyni qayda ilə yoğurdum. Bir 15 dəqiqə ərzində gözlətdim ki, özünü tutsun. Daha sonra yayaraq eyni formada da kəsəcəm. Orta boy qazan götürüb duru yağ əlavə etdim. Təxminən yarım litr yağdan istifadə etdim. Yaxşıca qızmış yağa pişilərimi əlavə edərək tez-tez o üz bu üzünü çevirirəm və hər iki tərəfini qızardıram. Ocağın istiliyi də orta odda olmalıdır və bu şəkildə gördüyünüz kimi balon kimi şişir. Hər iki tərəfi də çox gözəl şəkildə qızarır. Onu da deyim ki, bişirmək üçün çox iri qazandan istifadə etməyin, yoxsa duru yağı da çox aparacaq. Qızarmış pişiləri yağdan yığdım və budur, yağı özünə çəkməyən, yumuşaq, gözəl şəkildə qızarmış, içi boş pişilərimiz hazırdır. Çox ləzzətli, doyumlu, bərəkətli alınır. Bizim uşaqlar da, böyüklər də hamısı çox sevdi. Əminəm ki, siz də hazırlasanız çox-çox bəyənəcəksiniz. Yumuşaqlığını da göstərim, bölərək içində göstərirəm. Əsl yayın dadıdır. İstər bu şəkildə yeyə bilərsiniz, istər yanında salatlar, pomidor, pendir, nəyi sevirsinizsə hazırlayıb nuş edə bilərsiniz. Bu qədər dəyərli izləyicilər, inşallah ki, video sizin də xoşunuza gələr. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda təkrar görüşmək diləyi ilə. Sağ olun, Allaha əmanət olun.